Bulvar idarəsinin rəhbərliyinin demək olar ki, heç cür də, yəni təsiri yoxdur bu skuterlar məsələsinə. Bax mən nəyə görə bu uşaqlarla gedəndə əsəb keçirməliyəm, stres keçirməliyəm ki, ay aman birdən bunları skuter vurar, ay aman bunların üstünə velosiped çıxar. Yəni bulvar idarəsi demək olar ki, bunları 0 dərəcədə nəzarətdə saxlayır. Amma gəl görəsən, indi bir dəfə görürsən bunların arenda haqqını gecikdirsən, gör neyniyərlər. Başa düşdünüz də. Buyurun, baxın və bütün materialları, indi bəzilərini mən çəkmişəm. Halbuki mən o çəkdiklərim səhər saatlarında baş verib. Təsəvvür edirsiniz gecə vaxtında burada nələr baş verir? Yəni hava qaravandan sonra axşamüstü. Bax. Baxın. Mənə çox maraqlıdır ki, bu bulvarın mühafizəsi burada hansı işə baxır? Hə? Bax burada yazılıb ki, zolaqdan bu yana sürmək olmaz. Bu mühafizə burada nəyə lazımdır? Ki, əgər bu cür naxalları heç cür reaksiya vermir. Polis də buranı patrol eləyir, nəzarətdə saxlayır. Amma reallıqda uşaqlarımızla bura bu skuterların əlindən gəlməyə biz ehtiyat edirik. Mənə çox maraqlıdır. Yəni, bu ştrafları onsuz da basırlar da adamı. Harada gəldi, yükləyirlər, dürtürlər adama ştrafı. Harada istəyirsən vardılar. Gəlin, burada da bunlara dürtün də bu ştrafları. Nə məsələdir bu? Bəlkə buradan kimsə bundan xeyir götürür ki, bunlara icazə verir. Bu barədə düşünən olub. Yəni bu, belə deyək də, levi burada skuter satanlar kimlərdir? Kim onlara himayəkarlıq eləyir? Bu qədər qəlbdən qəlbə.